5-ci maddələrinə. Keçən səfər dövlət standartı haqqında danışdıq, məktəbəqədər təhsilin məzmunu haqqında danışdıq. Bugün isə əsasən baxacağıq məktəbəqədər təhsilin idarə olunmasına və məktəbəqədər təhsilin infrastrukturu, maddi-texniki bazası və tədris bazası mövzusuna ki, bu mövzuda da müəllimlər bəzi şeyləri qarışdırırlar. Elə sadə formada çalışacağım, izah verim ki, sizin üçün rahat olsun. Bundan sonra testlərdə bu məsələləri ayırd etmək bir-birindən. Deməli, müəllimlər, əslində bu 3-cü maddəni biz məktəbəqədər təhsil qanununda da, məktəbəqədər təhsilin nümunəvi nizamnaməsində də keçmişdik, məktəbəqədər təhsildə uşaqların qəbul qaydalarını. Sadəcə qısa təkrar verib 3-cü bənddən ardınca məktəbəqədər təhsilin idarə olunması ilə davam eləyəcəyik. Deməli, müəllimlər, bununla bağlı birinci olaraq onu yadımıza salaq, xatırlayaq və möhkəm-möhkəm hafizəmizdə saxlayaq ki, məktəbəqədər təhsilə uşaqların, belə deyim, qəbul olunması ilə bağlı, ümumiyyətlə, bağça təhsil sistemi, məktəbəqədər təhsil sistemi uşaqların sağlam, təhlükəsiz və inkişaf yönümlü mühitdə böyüməsini təmin edən mühüm, fasiləsiz və təhsilin ilk pilləsi kimi qəbul olunur. Həm təhsilin ilk pilləsidir, həm də fasiləsiz təhsilin ilk pilləsi kimi qəbul olunur. Və sertifikasiya imtahanında bu mövzular həm nəzəri, həm də praktik situasiya formasında əslində tez-tez təqdim oluna bilər. Yəni, suallarda bu bizim qarşımıza birbaşa əzbərçi yox, situasiyanın içərisində qoyula bilər. Buna görə də mən hər zaman deyirəm ki, sırf əgər söhbət qanunvericilikdən gedirsə, maddələrlə əlbəttə ki, oxuyub tanış olmaq gözəldir, amma sadəcə əzbərləmək işə yaramır da, yəni onların mahiyyətini anlamaq əslində vacibdir. Burada əsas məsələ bu sırf uşaqların qəbulu hissəsindən mən düşünürəm ki, əgər situasiya daxilində bizə bir sual düşəcəksə, məsələn, səhv bunda ola bilər ki, əgər qarışıq qrupdursa, orada uşaqların sayı səhv verilə bilər. Elə bir format verilə bilər ki, biz oradan seçim edək. Yəni, bir onu yadda saxlayın ki, bizdə Azərbaycan Respublikasında bağçaya qəbul 1 yaşdan 6 yaşa dək olan uşaqlar üçün nəzərdə tutulub və burada əsas məqsəd uşaqların yaş xüsusiyyətlərinə uyğun, sırf uşaqların yaş xüsusiyyətlərinə uyğun inkişaf mühitinin yaradılmasıdır. Yəni, hər bir qrupda biz uşaqları, yəni müxtəlif yaşlı uşaqları toplamırıq, eyni yaşlı uşaqları toplayırıq, işləyən müəllimlər bunu çox yaxşı bilirlər və uşaqların sayı da yaş qruplarına görə müəyyən olunur ki, 1-2 yaşda biz dedik 15 uşaq, birinci körpələr qrupunda, ikinci körpələr qrupu 2-3 yaşda yenə də 15 uşaq, 3-4 yaşda 20 uşaq, 4-5 yaşda 20 uşaq və 5-6 yaşda məktəbə hazırlıq qrupunda bizdə gedir, yenə də 20 uşaq götürülə bilir. Müxtəlif yaşlı qruplarda isə müəllimlər yadda saxlayın ki, əgər 3 yaşlılarla 1 yaşlıları biz qarışdıraraq bir qarışıq qrup, komplektləşdirilmiş bir qrup yaratmışıqsa, bura deməli daxil olacaq 10 uşaq, 3-6 yaşlı uşaqlardan tərtib olunan qarışıq qrupda isə 15 uşaq deməli həmin qrupda təhsil ala bilər. İndi burada nəyi yadda saxlayırıq? Niyə görə? Baxın, əsas fərq ondan ibarətdir ki, görürük ki, kiçik yaşlı uşaqlarda uşaq sayı daha azdır və yaş artdıqca uşaqların sayı da artır. İndi məsələn, deyək ki, lab sertifikasiyanın müsahibə mərhələsində sizə komissiya tərəfindən şifahi belə bir sual da gələ bilər ki, bu niyə görə belədir? Niyə görə kiçik yaşda daha az uşaqda, amma yaş böyüdükcə biz daha az uşaq götürürük? Buna konkret olaraq belə cavab veririk ki, kiçik yaşlı uşaqlarda nəzarət və fərdi qayğı daha çox tələb olunduğu üçün qruplardakı uşaq sayı az saxlanılır. Və yaş artdıqca da biz bilirik ki, uşaqların müstəqilliyi də yüksəlir, uşaqlar özlərini idarə etmə qabiliyyətləri də yüksəlir və qrupda say artımı artırıla bilir. Və belə deyim də, qarışıq qrupun da əsas belədir ki, 1-3 yaşlı məsələn deyək ki, müxtəlif yaş qrupunda maksimum neçə uşaq ola bilər? Situasiyada deyək ki, qarşımıza çıxır ki, 12 uşaq. Bu o deməkdir ki, o səhvdir. Burada 10 uşaq ola bilər 1-3 yaşlı. 3 və 6 yaş qrup, qarışıq qruplarda isə burada norma artıq 15 uşağa qədərdir. Və bu səbəbdən də biz bu rəqəmləri qarışdırmırıq, qarışdırmamağımız ona görə vacibdir. Bax, bunları bilməyiniz bu qəbulla bağlı məktəbəqədər təhsilə sizə kifayət edir. İndi də gəlin baxaq bu məktəbəqədər təhsilin idarə olunması məsələsinə. Baxın müəllimlər, birinci növbədə burada yadda saxlayın ki, bizim Azərbaycanda məktəbəqədər təhsilin idarə olunmasında 3 əsas prinsip əsas götürülür. Hansılardır?
Birincisi inkişafın monitorinqi, ikincisi hesabatlılıq və üçüncüsü də məsuliyyətin bölüşdürülməsidir. Hansı prinsiplər oldu? İnkişafın monitorinqi, hesabatlılıq və məsuliyyətin bölüşdürülməsi. Gəlin sadə formada baxaq bunlara. Baxın, inkişafın monitorinqi deyəndə biz onu nəzərdə tuturuq ki, monitorinq nədir? Bir qiymətləndirmədir də, düzdürmü? Və bu prinsipdə bağçanın fəaliyyətinin müəyyən bir nəticələr əsasında izlənilməsi deməkdir də. Yəni hər bağçanın qarşısında bir öhdəlik var və bağça ora qəbul olunan və oradan məzun olan uşaqları müəyyən bir nəticələrə gəlib çatdırmalıdır. Ümumi təlim nəticələrində göstərilən bilik və bacarıqlara. Hansını ki, o da elə dövlət təhsil standartı sənədindədir. Məhz bu standartını, bu sənədin içərisindədir. Gələn dəfə onu keçəcəyik, ümumi təlim nəticələrini. Və bu nəticələrə çatdırmaq üçün, yəni həmin nəticələr əsasında izlənilməsi deməkdir inkişafın monitorinqi. Burada əsas məqsəd nədir? Birinci növbədə uşaqların inkişaf istiqamətlərini müəyyən etmək, mövcud olan problemləri aşkar etmək və keyfiyyəti yüksəltmək. Yəni, deyək ki, əgər uşaqların nitq inkişafında məsələn bir gerilik müşahidə olunursa, müəssisə artıq bununla bağlı əlavə tədbirlər planlayır. Müəllim öz qrupunda metodist onlarla işləməklə bağlı müəyyən istiqamətləri verir. Yəni, bütün bağçanın pedaqoji heyəti bu inkişafın monitorinqini apardıqdan sonra müəyyən bir, belə deyim, inkişaf istiqamətləri müəyyənləşdirir, prioritet sahələri müəyyənləşdirir ki, bizim bağçamızın uşaqlarının nəyə ehtiyacı var? Və uşaq yönümlü təhsil də biz əslində burada götürə bilərik. Bir də bir şey yadda saxlayın ki, ümumiyyətlə, qiymətləndirmə deyəndə çox vaxt müəllimlər deyirlər ki, qiymətləndirmə uşaqlar üçün lazımdır. Yəni, biz uşaqları burada qiymətləndiririk də, onların vəziyyətinə baxmaq üçün. Bu məktəbə qədər təhsildə də belə deyil. Orta təhsildə də belə deyil və ali təhsildə də belə deyil. Qiymətləndirmənin hər zaman mən deyirəm, iki ucu var. Biri düzdür, uşağın mövcud vəziyyətini, monitorinqini aparıb, dəyərləndirməsini aparıb, mövcud vəziyyətini anlamaq üçün ki, uşağın səviyyəsi nədir? Düzdür, yaxud deyək ki, baxın, Dövlət İmtahan Mərkəzinin abituriyentlər üçün imtahanı olur. Orada müəyyən bir bal yığır, bal qiymətləndirilir və o bal əsasında müəyyən bir universitetə daxil olur da abituriyent, düzdürmü? Amma və lakin, bu uşağın, belə deyim, özünə aid olan bir hissəsidir. Eləcə də məktəbə qədər təhsildə də uşağın inkişafı ilə bağlı qiymətləndirməmizin uşağa aid olan hissəsi də var, amma bunun ikinci ucu da var. Bu, artıq müəllimə aid olan bir hissədir. Qiymətləndirmə tək uşağa xidmət etmir. Hətta və hətta mən deyərdim, uşaqdan daha çox müəllimə xidmət edir. Niyə görə? Baxın, təhsilin idarə olunması bəndində inkişafın monitorinqi dediyimiz bu məsələyə görə. Biz uşaqları qiymətləndirərkən əslində belə özümüzü qiymətləndiririk. Öz gördüyümüz işi qiymətləndiririk. Uşaqların vəziyyətinə baxıb, dəyərləndirib onları anlamış oluruq ki, analiz edib, təhlil edib, dəyərləndirmiş oluruq ki, qiymətləndiririk uşaqları və sonra qiymətləndirdiyimiz nəticələri təhlil edib, dəyərləndirib görürük ki, biz bu uşaqlara nə keçmişik, hansı boşluqlar var, onların indiki vəziyyətinə uyğun biz yeni tədris texnologiyaları daxil edə bilirik, yeni metodlara qaça bilirik ki, gedib yeni metod tətbiq eləyək ki, məsələn, qrupumda nitq inkişafında uşaqların problem var, söz ehtiyatı lazımından deyək ki, aşağıdır, mən nə etməliyəm? Öz işimi necə qurmalıyam? Bax, müəllimə də bu qiymətləndirmə, bu dəyərləndirmə dediyimiz, bu inkişafın monitorinqi dediyimiz məsələ, bax, beləcə xidmət edir. Yəni, keyfiyyəti yüksəltməyə. Hər zaman yadda saxlayın ki, qiymətləndirmə əslində təhsilin keyfiyyətini yüksəltmək üçün var. Bu bir. Sonra, indi gələk növbəti bizim bəndimizə. Kurikulumdan qiymətləndirməni keçəndə onun növlərini də sizə izah eləyəcəm, hər birinin necə xidmət eləyəcəyinə də baxacağıq xırda-xırda. İndi baxaq görək hesabatlılıq prinsipi nədir? Çünki biz hələ ki idarə olunmanı keçirik də. Hesabatlılıq prinsipi də budur ki, hər bir işçi, yəni kollektivin hər bir üzvü, bağçada çalışan, metodist olsun, dayi olsun, tərbiyəçi olsun, müdür olsun, hər bir işçi öz vəzifəsinə görə müəyyən bir məsuliyyət daşıyır. Məsuliyyət daşımaq artıq hesabatlılıq prinsipinin açar sözüdür. Və onun fəaliyyəti də
bu hesabatlarda öz əksini tapır, əks olunur. Yəni əsas fikir budur ki, hər kəsən gördüyü işə cavabdehdir birinci növbədə. Və hesabatlılıq olmayanda gördüyümüz işə görə məsuliyyət daşıyıb, kiminsə qarşısında buna görə hesabat verməyəndə bizim məsuliyyətimiz olmur. Biz hesabat verəndə məsuliyyətli oluruq. Yəni hesabatlılıq nəyi artırır? Məsuliyyəti artırır. Məsuliyyəti artıran şey hesabatlılıqdır idarə olunmada, yadda saxlayın. Və kollektiv fəaliyyət də bu zaman şəffaf olur. Baxın, şəffaflıq, məsuliyyət, cavabdehlik hesabatlılıq prinsipinin idarə olunmada əsas açar sözləridir. Məsələn, deyək ki, tərbiyəçi aylıq, belə deyim, özünün aylıq inkişaf müşahidələrini təqdim eləyir. Onun əsasında müəyyən bir hesabatlılıq verir, cavabdehlik daşıyır. Düzdürmü? Biz öz müşahidələrimizin qeydiyyatını aparmalıyıq. Hətta qiymətləndirmədə, müşahidə qiymətləndirməsində belə bir məsələ var ki, sadə dillə desək, söz uçar, yazı qalar. Mütləq onların qeydiyyatı aparılmalıdır. Qeydiyyatı aparılmırsa hesabatlılıq yoxdur. Baxın, bu situasiyada pozulmuş sayılır. Daha sonra məsuliyyətin bölüşdürülməsi. Üçüncü prinsipimiz, bura diqqət yetirək. Məsuliyyətin bölüşdürülməsi, gəlin bunları bir-bir belə ayırd edək bu prinsipləri sizin üçün ki, qarışmasın. İnkişafın monitoringinə baxdıq, hesabatlılığa baxdıq. İndi də gəlin inkişafın monitoringi, daha doğrusu məsuliyyətin bölüşdürülməsinə baxaq bizim üçüncü prinsipimizə. Bu prinsip bizə nə deyir müəllimlər? Baxın, işçilərin hüquq və vəzifələri qanunvericiliyə, yəni məktəbəqədər təhsil qanununa, ümumiyyətlə təhsil qanununa və daxili intizam qaydalarına, nümunəvi nizamnaməsinə uyğun müəyyən olunur. Burada məqsəd odur ki, məsuliyyətin bölüşdürülməsində idarə etmədə sanki bir nizam yaratmaq, qayda qanun yaratmaq. Baxın, məsuliyyətin bölüşdürülməsi, qayda qanun yaratmaq, nizam yaratmaq, iş bölgüsünü düzgün qurmaq, kollektiv əməkdaşlığı təmin etmək. Çünki təhsil bir əməkdaşlıq, belə deyim də, məkanıdır. Təhsil əməkdaşlıqsız mümkün deyil. Tərbiyəçilər bir-birinə daxildə əməkdaşlıq etməlidir, metodist tərbiyəçi ilə əməkdaşlıq etməlidir. Situasiyada metodistlə tərbiyəçinin əməkdaşlığı məsuliyyətin bölüşdürülməsidir. Bağça müdürünün hər ikisi ilə əməkdaşlığı, tərbiyəçi ilə də, metodistlə də, dayə ilə də, hətta valideynlə də bu məsuliyyətin bölüşdürülməsi prinsipidir. Yəqin ki, buraya qədər bizə aydın oldu. Yəni, burada bir də onu belə deyim, yadda saxlayırıq ki, dövlət, məktəbəqədər təhsil müəssisələrində bizim belə deyim, ali idarə etmə orqanımız pedaqoji şuradır. Bu artıq bilirsiniz, bu pedaqoji şura hissəsi daxildir məktəbəqədər təhsil müəssisəsinin idarə etmə orqanları hissəsinə. Ki, bilirik ki, özəl və bələdiyyənin özünün idarə etmə orqanı olur daxili. Amma Bağçada söhbət gedirsə, demişdik ki, bu pedaqoji şuradır. Və özəl və bələdiyyə müəssisələrdə də ali idarə etmə orqanı həmin özəl müəssisənin, özəl bağçanın özünün daxili nizamnaməsi ilə müəyyən olunur. Bu, belə deyim, əsasıdır. Yəni, pedaqoji şura formatında yaradılır da, yəni özəllərdə də. Və özünü idarə orqanları deyəndə biz nəyə keçmişdik sizinlə və burada da kiçik bir təkrar edək, dövlət standartı sənədinə də uyğun. Burada bunu yadınızda saxlamağınız kifayətdir ki, müəllimlər. Özünü idarə orqanları deyəndə biz daha çox idarə etmədə demokratikliyi, baxın, özünü idarə orqanlarının xidmət elədiyi iki məsələ var idi. Hansı idi? Demokratiklik və şəffaflığı təmin etmək. Demokratikliyi təmin etmək, şəffaflığı təmin etmək üçün yaradılan orqanlardır, özünü idarə orqanları. Bu, bağçanın ümumi yığıncağıdır, valideyn şurasıdır, daha sonra burada himayəçilər və qəyyumlar şurası idi. Və burada məqsəd də kollektiv şəkildə qərar verməni təmin etməkdir. Valideyn iştirakının, təhsildə o təhsil prosesinin iştirakçıları var idi. O bizim üçbucağımızın üç tərəfi. Uşaq, müəllim. Müəllim deyəndə elə biz məktəbəqədər müəssisənin özünü nəzərdə tuturuq da, yəni müəllim qarışıq. Və bir də valideyn. Valideyn iştirakının təmini burada önəmlidir. Və əsasən də dedik ki, idarə etmədə şəffaflığı təmin etmək üçün özünü idarə orqanları yaradılırdı. Belə, indi də gəlin baxaq burada bizim məktəbəqədər təhsilin infrastrukturu, maddi texniki bazası və tədris bazası deyəndə
Biz nəyi nəzərdə tuturuq? Bu hissədə müəllimlərin ən çox qarışdırdığı məqamlardan biri budur ki, tədris bazasının elementlərini infrastrukturla qarışdırırlar, infrastrukturun elementlərini maddi-texniki baza ilə bəzən qarışdırırlar. Sadə formada, ayırd olunmuş formada verəcəm. Elə yadda saxlayın, qeydiyyatınızı aparın, elə də çətin deyil əslində. Çox da böyük, belə geniş bir mövzu deyil bu. Sadəcə ayırd etmək lazımdır. Birinci növbədə yadda saxlamaq lazımdır ki, müəllimlər, infrastruktur uşaqların təhlükəsiz və keyfiyyətli təhsili üçün yaradılan bir növ şəraitdir. İnfrastruktur uşaqlar üçün, belə deyim, təhlükəsiz şərait yaradır, normal təhsil şəraiti yaradır və keyfiyyətli təhsil almanı yaradan bir şəraiti təmin edir. Və mütləq bağçanın infrastrukturu əlverişli olmalıdır. Mütləq şəkildə bağça maddi-texniki və tədris bazası ilə təmin olunmalıdır ki, dövlət təhsil proqramlarının, kurikulumlarının yerinə yetirilməsi mümkün olsun. Kurikulumu göstərildiyi kimi, kurikulumdakı addımları yerinə yetirmək üçün sizə nə lazımdır deyə bir sual gəlsə, tətbiq etmək üçün doğru düzgün, sualın birinci cavabı budur ki, əlbəttə ki, əlverişli infrastruktur olmalıdır bağçada bunun üçün. Zəruri maddi-texniki bazası və tədris bazası olmalıdır ki, biz kurikulumu doğru düzgün həyata keçirdə bilək. Tələblərini, yəni həyata keçirdə bilək. Deməli, infrastruktur deyəndə, belə deyim, daha çox bura nə daxildir? Gəlin birinci sizlə bərabərcə bu infrastruktur məsələsinə baxaq. Daha sonra testlərlə də bunu möhkəmləndirəcəyik. Bağçanın infrastrukturuna baxın, təhlükəsiz təhsil şəraiti, pedaqoji kadrlarla təminat. Baxın, pedaqoji kadrlarla təmin olunması bağçanın infrastrukturuna daxildir. Bunu qarışdırmayın. Bu infrastrukturdur. Və daxildir bura. Baxın, həyatyanı sahə, təhlükəsiz təhsil mühiti, uyğun bina, həyatyanı sahə, sonra su, elektrik sistemi, bərpa olunan enerji mənbələri, internet xidməti, sağlamlıq imkanları məhdud uşaqlar üçün müvafiq şərait, yəni panduslar. Məsələn, panduslar infrastruktura, əlil arabasında olan uşaqlar üçün bilirsiniz ki, panduslar olmalıdır ki, rahat əlil arabasını təmin edə bilsin, sanitar qovşaq ona uyğunlaşdırılmalıdır. Bunlar hamısı gəlir çıxır, belə deyim, bizim infrastruktur məsələsinə. İndi yadda saxlayaq. İnfrastrukturumuza nə daxil idi? Məktəbəqədər təhsilin infrastrukturuna birinci növbədə təhlükəsiz təhsil şəraiti, pedaqoji kadrlarla təminat, bina, uyğun bina, həyatyanı sahə, sadə idman qurğuları, avadanlıqları, rabitə sistemi, su, istilik, elektrik sistemi, həmçinin bərpa olunan enerji mənbələri. Yəni, bərpa olunan enerji mənbələri, yəni günəş batareyasından işləyə bilər, deyək ki, bağçanın elektrik sistemi günəş paneli ilə istifadə oluna bilər. Bərpa olunan enerji budur, günəş panelləri və s. İnternet xidməti və əlbəttə ki, sağlamlıq imkanları məhdud olan uşaqlar üçün müvafiq şərait, yəni pandusların olması. Və dediyim kimi də vacib məqam burada budur ki, infrastrukturdur, maddi-texniki bazadır, tədris bazası anlayışları qarışdırılır. Biz infrastruktur hissəyə baxdıq. İndi də gəlin müəssisənin maddi-texniki bazasına baxaq. Bəs bizim bazamıza nələr daxildir? Baxın, bura baza deyəndə əsas bura, belə deyim, müəssisənin istifadə etdiyi avadanlıq və otaqları gözünüzün qabağına gətirin. Avadanlıqları, yəni daxildə olan avadanlıqları və otaqları əsasən gözünüzün qabağına gətirin maddi-texniki baza deyəndə. Baxın, maddi-texniki bazaya daxildir bizim qrup otaqlarımız, dərs dediyimiz qrup otaqlarımız, uşaqların yataq otaqları, uşaqlar üçün təşkil olunan tədris otaqları, oyun otaqları, otaq anlayışı maddi-texniki bazadadır. Musiqi və idman zalı, bağçanın musiqi və idman zalı. Sonra metodiki kabinet, bu da daxildir, üzr istəyirəm. Metodiki kabinet də bir otaqdır da, yəni bu da daxildir bizim maddi-texniki bazamıza. Yəni, otaq anlayışı, tibb otağı, yeməkxana, mətbəx, ambarlar, camaşırxana. Yəni, yadda saxlayın ki, otaq və avadanlıqdan söhbət gedirsə, bu maddi-texniki bazadır. Yadda qaldı mı?
İndi də gəlin baxaq bizim tədris bazamıza. Tədris bazasını bu digər ikisindən necə ayırd eləyəcəyik? Burada növbədə belə bir tədris bazası görən kimi ağlınıza kurikulum gəlsin. Yəni bizim tədris proqramımız. Bu tədris proqramına nələr daxil ola bilər? Nə var burada? Gözünüzün önündə birinci kurikulum canlansın. Yəni tədris prosesində, təlim-tədris prosesindəki hardakı uşaqlar artıq nə isə öyrənirlər. Bir tədris prosesi gedir. Burada istifadə olunan təlim vasitələri. Yəni birinci növbədə kurikuluma qulluq eləyən, xidmət eləyən şeylər. Baxın, nə daxil olacaq bura? Elə kurikulumun özü. Kurikulumun özü birinci növbədə. Məşğələ cədvəlimiz, metodiki ədəbiyyat, əyani vasitələr, istifadə elədiyimiz didaktik materiallar. Didaktik materiallar nəyə xidmət edir? Öyrənməyə xidmət edir. Bizim nümayiş etdirici vizual materiallarımız, əyani vəsaitlərimiz nəyə xidmət edir? Öyrənməyə xidmət edir. Uşaqlara olan o paylayıcı materiallar, masa üstü oyunlar, texniki təlim vasitələri, uşaqlar üçün olan kitablar, bədii ədəbiyyat, güşələrimizdə istifadə etdiyimiz avadanlıqlar, ədəbiyyatlar, güşələrdə istifadə etdiyimiz məsələlər. Yəni oyuncaqlar. Burada birinci növbədə oyuncaqları da bura daxil edirik. Yəni, məsələn, deyək ki, ekoloji təhlükəsiz oyuncaqlarda taxtadan hazırlanan oyuncaqlar. Bunlar hamısı tədris bazasına daxildir. Güşələrə qoyduğumuz. Əgər şəkilli bir sual düşürsə, güşələrdən, yəni hara içində qoyulan oyuncaqlar falan, orada deyir ki, bu nəyə daxildir? Maddi texniki bazasına mı, infrastrukturuna mı? Biz götürürük tədris bazasına. Bu tədris bazasının elementidir. Yəni, təlimdə istifadə edilirsə, həmin əşya, təlim prosesində öyrədici məqsədlə. Bu tədris bazasıdır. Bax, bunu belə yadda saxlayın. Çox da rahat yadda qalır. İndi gəlin baxaq görün bizim məktəbəqədər təhsilin dövlət standartı sənədində təhsil verənlərin peşəkarlıq keyfiyyətlərinə verilən tələblər hansılardır? Baxın, burada daxildir bizim təhsil verənlərin, bağçada metodistlərin və tərbiyəçilərin peşəkarlıq keyfiyyətləri. Yəni, məktəbəqədər təhsildə çalışan müəllim, tərbiyəçi, metodistlər həm pedaqoji biliklərə, həm də praktik bacarıqlara bir növ sahib olmalıdırlar da, düzdürmü? Pedaqoji, yəni nəzəriyyəni bilməlidirlər və onu tətbiq etməyi bacarmalıdırlar birinci növbədə. İndi bura nələr daxildir? Birinci növbədə müəllimlər, yadda saxlayın ki, qanunvericiliyimizə görə bağçalara, işə qəbulda mütləq şəkildə qanunvericiliklə müəyyən edilmiş ixtisas tələblərinə uyğun ali və orta ixtisas təhsilli kadrlar qəbul olunurlar. Yəni, bağça müəllimi üçün, işləmək üçün əsas şərt ondan ibarətdir ki, ya texnikum təhsili olmalıdır, orta ixtisas təhsili, ya da ki, məktəbəqədər sahədə ali təhsili olmalıdır. Bu bizə aydındır. İndi baxaq ki, bəs hansı keyfiyyətlərə malik olmalıdır bu, belə deyim, orta ixtisas təhsili alıb gəlib, miqdən keçib və yaxud məktəbəqədər təhsil sahəsini bitirib, bakalavrda gəlib işləyən müəllimlər hansı keyfiyyətlərə sahib olmalıdır? Bax, bu 6-cı maddə dövlət standartında əsasən bunu izah eləyir. Birinci növbədə, burada yadda saxlayın ki, metodiki ustalıq və səriştəlilik. Bax, bura nə daxildir? Əsas keyfiyyətlərdən birincisi, metodiki ustalıq və səriştəlilik. Müəllim uşaqların maraq və ehtiyaclarına uyğun təlim strategiyalarını seçməlidir. Düzdür? Bu nə deməkdir? Yəni, uşaq yönümlü təlim-tədris prosesi qurmalıdır. Bizim birinci maddəmizə görə. Gəlin, bunu işarələyək ki, qarışmasın. Dedik ki, nə oldu? Uşaqların meyil və maraqlarını nəzərə alan səmərəli təlim strategiyalarını tətbiq etmək bacarığı. Yəni, uyğun metodları seçməyi bacarmalıdır müəllimlər. Uşaq yönümlü yanaşmanı ön planda tutmalıdır. Bax, bu uşaq yönümlülük prinsipi əsasındadır. Burada bir də bu səriştədə, metodiki ustalıqda o var ki, təhsil heç bir şəkildə tədris prosesi müəllim mərkəzli olmamalıdır. Uşaq mərkəzli olmalıdır. Daha sonra, müəssisənin gün rejiminə uyğun işini düzgün qurmaq daxildir. Təhsil verənlərin keyfiyyətlərinə, keyfiyyət göstəricilərinə gələndə. Bu da gün rejimini düzgün qurmaq da nə daxildir bura? Səhər fəaliyyəti, qidalanma,
məşğələ saatlarının düzgün təşkili, gəzintinin vaxtında düzgün təşkili, yuxu rejimi, axşam fəaliyyəti. Burada əsas məqsəd uşağın fiziki və belə deyim də, emosional rahatlığını təmin etməkdir. Yəni gün rejimi əslində buna görə var da biz bunu bilirik. Sonra baxaq görəyin burada. Baxın, qeyd edirəm sizin üçün. İnkişaf sahələrinə uyğun nəticələrə nail olmaq. İnkişaf sahələrinə uyğun nəticələrə nail olmaq nə deməkdir? Bu o deməkdir ki, bizim qurduğumuz təhsil nəticə yönümlü olmalıdır. Bircə saniyə. Bu da nəticə yönümlülük prinsipidir. Ziyafət müəllimə, siz dərsdəsiz axı burada. Elə bir ikinci Ziyafət Əhmədova qoşulmaq istəyir buradan. Eşidirsiniz məni, Ziyafət müəllimə? Aha, qəbul edək. Deməli belə. Axşamınız xeyir müəllimə. Mən telefondan qoşulmuşam. Telefonda da gözlərim görmür deyənə kompüterə qoşulmaq istəyirəm. Başa düşdüm. Başa düşdüm müəllim. Olsun, problem yoxdur. Sadəcə adınız gözümə sataşdı ona görə. Aha, sonra baxaq ki, indi dedik ki, inkişaf sahələrinə üzrə, inkişaf sahələrimiz üzrə, 4 inkişaf sahəmiz üzrə nəticələrə nail olmaq. Bu nə deməkdir? Təhsil nəticə yönümlü olmalıdır, məqsəd yönlü olmalıdır. Və müəllim burada 4 inkişaf sahəsini dəstəkləməlidir. Fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik, idraki inkişaf, estetik və yaradıcı inkişaf və əlbəttə ki, sosial-emosional inkişaf. Amma nəticə yönümlü olmalıdır. Sırf ümumi təlim nəticələrində göstərilən bacarıqlara gətirib çatdırmalıyıq. Bu 4 istiqamət üzrə. Daha sonra fəal təlim üsullarından istifadə. Bax, bu da metodika ilə bağlı olan bir hissəmizdir. Burada da söhbət ondan gedir ki, axı müasir təhsildə belə bir qayda var ki, biz ənənəvi metodlara o qədər üstünlük vermirik. Amma daha çox üzə çıxır burada interaktiv təlim üsulları, fəal təlim üsulları. Bir də bir şey deyim müəllimlər sizə. Metodikanı keçəndə buna dərinləməsinə baxacağıq, amma indiki dövr üçün bunu bilməyiniz kifayət eləyir ki, bəzən müəllimlər fəal təlim üsulu deyəndə qarışdırırlar. Nəyi qarışdırırlar? Düşünürlər ki, uşağın fəal olması, fəal təlim üsulu o deməkdir ki, uşaqlar məsələn yerində dayanmır, qruplar tez-tez yerini dəyişir, fiziki aktivliyi belə düşünürlər də ki, kurikulumun qaydası budur ki, uşağın fəallığı demək, yəni köhnə Sovet dövründəki kimi uşağı stolun, masanın arxasına, nə bilim ümumi təhsildə partanın arxasına məcburi belə əyləşdirib dərsi, mühazirə kimi dinləməyə məcbur etmək demək deyil. Bu fəallıq o fəallıq deyil, müəllimlər. Buradakı fəallıq, yəni fəal təlim üsulunun yaratdığı fəallıq fiziki fəallıq deyil, idraki fəallıqdır. Yəni uşaq fəal təlim üsulundan istifadə edəndə biz onun beynini həmin mövzu ilə o qədər maraqlandırırıq ki, o qədər cəlb edirik ki, uşağın beyni idraki cəhətdən, əqli cəhətdən aktiv olur. Uşaq aktiv öyrənəndir deyəndə kurikulumda, fəal öyrənəndir deyəndə biz onun birinci növbədə ağlımıza durub qrupda gəzməyə gəlməməlidir ki, uşaq fəaldır, yerində oturtmağa məcbur eləmirəm, deməli kurikulumu təmin edirəm. Bu o demək deyil. Bu tamamilə yanlış bir düşüncədir. Burada fəallıq idraki fəallıqdan gedir. Yəni uşaq öyrənir nəsə, beynində proses gedir. Verdiyim materialı mənimsəyir, fəal cavab verir, qrup işində iştirak edir, əməkdaşlıq edir. Bax, fəallıq budur. Bir var quru-quru otururam mühazirə kimi belə dinləyirəm, müəllim danışıb gedir. Bunda təlim olur müəllim mərkəzli. Amma uşaq mərkəzli odur ki, uşaq aktiv öyrənəndir, fəal öyrənəndir. Və bax, bu 6.2.4 maddəmiz məşğələdə, fəal təlim üsullarından istifadə, əqli hücum olsun, tap-tapmaca olsun, klaster olsun, elə şaxələndirmə deyək, olsun. Burada məqsəd uşağın fəal iştirakını təmin etməkdir və müəllim də buna uyğun o qədər belə türklər demiş donanımlı olmalıdır ki, lazım olan strategiyanı, lazım olan iş formasını, iş üsulunu həmən elə bil ki, çantasından çıxardıb orada həmən tətbiq etməlidir. Bax, belə bir şey. Yəni, məcazi mənasında deyirəm də, çantasından çıxardıb tətbiq eləməlidir deyəndə, yəni məcazi mənada. Sonra, müasir dövrün tələblərindən biri də bu keyfiyyətlərdə nədir? İnformasiya, kommunikasiya texnologiyalarından istifadə. Yəni, İKT-dən istifadə.
Yəni məşğələ prosesində elektron tədris resurslarından istifadə ediriksə, bu İKT-dən düzgün istifadə bacarıqdır. Nə bilim, video materiallar bura daxildir. Baxın, situasiyada qarşınıza çıxarsa. Slaydlar buraya daxildir. İnteraktiv oyunlar, elektron təqdimatlar, PPT ilə, nə bilim, slaydla təqdimatlar. Daha sonra isə sonuncu bəndimiz də bizim inklüzivliklə bağlıdır. Sağlamlıq imkanları məhdud olan uşaqlarla işləmə bacarığı. Bilirsiniz ki, müəllimlər arasında ixtisasını artırmaq məsələsi var və burada bir çox müəllimlər inklüziv təlimlərə qoşuldular ki, bu qəbildən olan uşaqlarla işləmə bacarığına yiyələnsinlər. Burada da əsasən sağlamlıq imkanı məhdud olan uşaqda açar sözlər, fikirlər, müəllim fərdi yanaşma göstərməlidir. Loqoped və digər mütəxəssislərlə əməkdaşlıq etməlidir, lazım gələrsə uşağı yönləndirə bilməlidir və bunun üçün də uşağı diqqətlicə müşahidə etmək bacarığı vacibdir. Baxın, sağlamlıq imkanları məhdud uşaqda. Baxın, bu qədər. Belə, bunun ümumi linkini də sonra sizin üçün qoymuşam. Bu dövlət standartı sənədinin ümumilikdə sizin əlinizdə olsun. İndi burada belə deyim də, qısa bir yadda saxlayaq ki, bir yaddaş kartı kimi sizə verim bugünkü mövzumuzdan. Dedik ki, dövlət müəssisəsində ali idarəetmə orqanı bizim pedaqoji şuramızdır. 1-3 yaşlı qarışıq qrupda 10 uşağımız olur, 3-6 yaşlı qarışıq qrupda 15 uşağımız. Otaqlar və avadanlıqlar daxildir maddi texniki bazaya. Daha sonra burada təlim vasitələrimiz daxildir, belə deyim, tədris bazasına. Tədris bazasına. Sonra idarəetməmizin prinsipləri də, burada onu demədim, idarəetməmizin prinsipləri də bizim oldu. Monitorinqimiz, qiymətləndirmə ilə bağlı olan hesabatlılıq və məsuliyyətin bölüşdürülməsi. Və bağça təhsilində, məktəbəqədər təhsil müəssisəsində düzgün idarə etmə asılıdır. Baxın, uyğun infrastrukturdan, peşəkar təhsil verənlə uşaqla arasındakı o səmimi əməkdaşlıqdan, yəni bunun inkişafının əsasını bunlar təşkil edir. Və belə deyim də, sertifikasiyada da mən düşünürəm ki, bunların qarşılıqlı bir müqayisəsi formatında suallar olacaq. O səbəbdən də sizin test suallarınızda əsasən elə bu formata üstünlük vermişəm. Könüllü şəkildə iştirak etmək istəyən müəllimələrimiz varsa, birinci bilirsiniz ki, könüllü iştirak etmək istəyən müəllimələrimizə yer verirəm. Əl qaldırsınlar, başlayaq, sonra yavaş-yavaş ardınca davam edərik, öyrəndiklərimizi daha da təkmilləşdirək. Aha, əla, Ləman müəllimə, Flora müəllimə, Sona, Mehbarə müəllimə, Cəlalə müəllimə, Cəmilə müəllimə, əla. Natavan müəllimə, Nurlanə müəllimə əl qaldırıb. Birinci Ləman müəllimə əl qaldırıb. Ona görə də mən belə deyim də ardıcıllığa çalışıram ki, diqqət yetirim maksimum. Ləman müəllimə, birinci sualla sizlə başlayaq. Ləman müəllimə. Hə, müəllim, axşamınız xeyir, səs açmamışdım. Axşamınız xeyir olsun. Hə, buyurun müəllimə, birinci sual sizdədir. Məktəbəqədər təhsil müəssisələrində əlverişli infrastruktur və zəruri maddi texniki bazanın yaradılmasının əsas məqsədi nədir? Təhsil müəssisələrinin maliyyə gəlirini artırmaq, uşaqların asudə vaxt fəaliyyətini genişləndirmək, dövlət təhsil proqramının icrasını təmin etmək. O biri sualları, cavabları oxumuram. Təbii ki, C variantı dövlət təhsil təmin etmək. Təşəkkür edirəm Ləman müəllim aktiv iştirak üçün. Vaxt qalsa sizə yenə də qayıdacağam. Suallarımız bugün çoxdur. Kifayət qədər sual tərtib eləmişəm bu mövzudan. Sonra Flora müəllimə, buyurun. İkinci sual da sizdə. Salam müəllimə. Axşamınız xeyir olsun. Aşağıdakı komponentləri müvafiq təminat sahələri ilə uyğunlaşdırın. Əyani vəsaitlər və texniki təlim vəsaitləri, həyətyanı, sahə və idman qurğuları, qrup otaqları və uşaq modelləri. Birinci tədris. Bəli. Uşaq mebilləri. Uşaq mebilləri. Telefondan oxuyuram, gözümdən fən zəifdir. Uşaq mebilləri. Tədris bazası, infrastruktur, maddi və texniki baza. Maddi və texniki, birinci texniki təlim əyani vəsaitlər, maddi və texniki bazaya aiddir, əyani vəsaitlər. Maddi texniki baza deyəndə mən birinci növbədə nə demişdim müəllimə? Açar sözü nə idi? Otaq. Otaq.
Aha. Maddi texniki bazanın açar sözü otaqdır. Otaq kimi nə varsa metodiki kabinet də daxil olmaqla, tibb otağı da daxil olmaqla bu aid olur maddi texniki bazaya. Maddi Bəli. texniki baza deyən kimi ağlınıza otaq gəlsin. Maddi texniki bazaya C bəndi, C-ci, birinci C, Birinci həyətyanı baxın, sahə əyani vasitələr, texniki təlim vasitələri. Əyani vasitə deyəndə nə başa düşürük? Uşaqlar üçün istifadə etdiyimiz resurslar, öyrədici vasitələr, düzdür? vəsaitlər, bəli. Bu hansı olacaq? Tədris bazası, infrastruktur yoxsa maddi texniki baza? Tədris bazası. Əla. Bu tədris bazası. 1A. Bəli. Bunu tapdıq. İndi 2-yə 1A. baxın. Həyətyanı sahə və idman qurğuları. Həyətyanı sahə və idman qurğuları Yəni bunu infra ümumiyyətlə həyətyanı sahə eləyəyin. Qarışmasın. Hı -hı. Həyətyanı sahə hara aiddir? infrastruktura belə bilirəm. Aha, infrastruktura. Hə. A bəndinin ikincisi B. Aha. Yəni 3-də C sonra olacaq da. 3-də yerdə C, qalacaq C A olacaq. bəndi. Bəli, A bəndi. Qrup Aha. otaqları və uşaq materialları. Bu da aiddir Üçün maddi C. texniki bazaya. A bəndi. Bəli, A Aha. bəndidir bu. Aha, Flora müəllimə təşəkkür edirəm aktiv iştirakı üçün. Sonra Sağ olun. növbədə kim var? Sona müəlliməmiz. Sona müəllimə, axşamınız xeyir olsun. Axşamınız xeyir müəllimə. Üçüncü sual. Aşağıdakılardan hansı məktəbə qədər təhsilin infrastrukturuna aid edilir? Müəllimə, infrastruktur o deməkdir ki, daşıya bilməyəcəyimiz. Aha. Metodiki kabinet maddi texniki bazadır. Mətbəx avadanlıqları, internet xidməti də maddi texniki, didaktik materiallar və məşğələ cədvəli. Müəllimə, burada səhv eləmirəmsə məşğələ cədvəli. Müəllimə, qarşı bax, yaxşı başlamışdınız. Didaktik Ağzınızda deyilsiniz daşıya bilməyəcəyimiz bir şey. İnternet xidmətini daşıya bilərsiniz. Ay müəllimə, xeyr. Ay müəllimə, xeyr, internet xidməti, xeyr. Didaktik materiallar tədris bazasına aiddir. Məşğələ cədvəli tədris bazasıdır. A ilə B də maddi texniki tədris bazasıdır. Məşğələ cədvəlimiz tədris bazasıdır. Didaktik material Bəli, tədris bazası. bəli. Metodiki kabinet maddi texniki. Bəli, müəllimə. Oldu müəllimə, təşəkkür edirəm. Çox sağ olun müəllimə. Mehbarə müəllimə, axşamınız xeyir olsun. Axşamınız xeyir. 4-cü suala baxaq müəllimə sizinlə. Aha, tamam. Təhsil verənin uşaqların maraq və meyllərinə uyğun təlim strategiyaları seçməsi hansı peşəkar keyfiyyətin göstəricisidir? İnzibati, metodik ustalıq və servis diaqnostik təşkilatçı idarə etmə Yəqin ki, metodik ustalıq və səriştəlik. Bəli, metodik ustalıq. Bu pedaqoji ustalıq kimi də çıxa bilər qarşınıza, eyni şeydir. Yaxşı. O sözdə yadda saxlayın. Pedaqoji ustalıq. Metodik ustalıq, pedaqoji ustalıq eyni şeydir demək olar. Sonra kim idi indi bir danışan müəlliməmiz hansı idi? Mən Mehbarə idim. Mehbarə müəllimə. Hə, Cəlalə müəllimə. Növbədə sizsiz axşamınız xeyir olsun. Salam, axşamınız xeyir. Hər vaxtınız xeyir müəllimə. 5-ci sual sizlə baxaq. Aha. Məktəbə qədər təhsil verənin peşəkar fəaliyyətinə uyğun olanları seçin. Uşaqların yaş səviyyəsinə uyğun inkişaf nəticələrinə nail olmaq, təlim prosesində fəal və rəqabət əsaslanan iştiraki mühiti yaratmaq, uşaqların fərdi fərqləri nəzərə almadan vahid fəaliyyət tətbiq etmək, elektron tədris resurslarını məqsədyönlü istifadə etmək, təlimdə əsasən yaddaşa əsaslanan tapşırıqlara üstünlük vermək. Biri 1-dir. Birdəki 4 B variantı. B variantı. Afərin müəllimə, əla. Sonra burada Cəmilə müəllimə Mahmudova, axşamınız xeyir olsun. Cəmilə müəllimə. Aha. Məktəbəqədər təhsil müəssisəsinin maddi texniki bazasına aid olan variantı müəyyən edin. Uşaq bədii ədəbiyyatı, kurikulum, musiqi zalı, təhlükəsiz təhsil şəraiti, əyani vəsait. Cavab C variantı, musiqi zalı. Yəni uşaqlar. Müəllimə, bəs D hansına aiddir? Bax, təhlükəsiz təhsil şəraiti. İnfrastruktur idi müəllimə. Əla, doğrudur. İnfrastruktur. Gözəl. Nurlanə müəllimə. 7-ci sual da sizdə. Axşamınız xeyir.
Verilən situasiyaları peşəkar keyfiyyətlərə uyğunlaşdırın. Tərbiyəçi müəllim uşaqların aktiv iştirakını təmin etmək üçün məşğələ zamanı müxtəlif interaktiv metodlardan istifadə edir. Fərqləşmə, monitoring. Elə bir birinciyə monitoring gedir müəllimə, C-nin birincisi. Tərbiyəçi müəllim gün rejiminə uyğun olaraq fəaliyyətləri ardıcıl və balanslı şəkildə həyata keçirir. Nəticə yönümlülük C bəndi. C bəndi. Niyə ki müəllimə? Burada tərbiyəçi müəllim uşaqların aktiv iştirakını təmin edir. Monitoring deyil müəllimə. Yox. Məşğələ zamanı müxtəlif interaktiv metod. Bax, metod sözü var. Bu metodikadır. Metodik ustalıq onda. Bəli. Pedaqoji ustalıq ya da metodik ustalıq. Tələsməyin. Birincisi metodik ustalıq oldu. Sonra ikincisi... İkincisi də təşkilatçılıq. Balanslı şəkildə həyata keçirirsə fəaliyyətləri ardıcıl. Bəli, bağışlayın, orada bir tələsdim. E bəndi. Y bəndi, əla. Sonra bir saniyə. Hansı müəlliməmiz idi indi danışan? Nurlanə müəllimə idi. İndi Gülşanə müəllimə. Bəli, mən idim. Gülşanə müəllimə 8-ci sual. Aşağıdakı fəaliyyətlərdən hansı müəssisənin gün rejiminin struktur komponenti hesab edilmir? Gündüz gəzintisi, səhər fəaliyyəti, yuxu saatı, pedaqoji şuur iclası, axşam fəaliyyəti. Müəllimə, burada D bəndi, pedaqoji şuur iclasıdır. Bu bizim nəyimizdir? Daxili idarə etmə. Daxili idarə etməmizə aiddir. Əla, mükəmməl. İndi bir dənə də şəkilli sual burada qoymuşam, sırf bu infrastrukturla bağlı. Bunu bir yerdə işləyəyin, amma müəllimələrdən qoy birinin adını çəkim ki, kimdədir növbə. Baxaq, bircə saniyə. Bunu növbət səhifəyə keçirim, tam olsun. Bunu sizlə birlikdə işləyərik, əgər çətin olarsa. Baxağın kimin növbəsidir indi? Sara müəllimə. Sara Seyidova. Axşamınız xeyir müəllimə. Xeyir olsun müəllimə. Sara müəllimə, 9-cu suala baxaq, siz bir oxuyun başlayın. Şəkildə məktəbəqədər təhsil müəssisəsinin sinif otağı təsvir olunmuşdur. Məktəbəqədər təhsilin infrastruktur və maddi-texniki baza tələbləri baxımından bu mühitlə bağlı ən düzgün dəyərləndirmə hansıdır? Demək, birinci infrastruktur... Bir dəqiqə müəllimə böyüdüm. Üzr istəyirəm müəllimə. İnkişaf yönümlü mühitin təşkili uşaqların təhlükəsiz, sərbəst və yaş xüsusiyyətlərinin fəaliyyətini təmin etməlidir. İnkişaf yönümlü mühitin təşkili uşaqların təhlükəsiz, sərbəst və yaş xüsusiyyətlərinin fəaliyyətini təmin etməlidir. Oyun və təlim materiallarının mövcudluğu avtomatik olaraq inkişaf yönümlü mühitin formalaşması göstərir. Otaqda təhlükəsizlik, keçid sahələri və avadanlıqların yerləşdirməsi ilə bağlı təşkilati çatışmazlıqlar müşahidə olunmur. Məktəbəqədər təhsil mühitində əsas prioritet vizual dekorativ elementlərin çoxluğudur. Ekran gedir. Beşincidəki fiziki mühit uşaqların aktivliyi, müstəqilliyi və sərbəst seçim imkanlarını dəstəkləməlidir. Bu da bizim 5-ci bəndimiz. İndi baxın, şəkilli suallarda biz təbii ki, şəklə fikir veririk, baxırıq, onunla uyğunlaşdırırıq. Əgər tutalım ki, bəzən müəllimələr belə qarışdırırlar, heç deyirlər ki, şəkildən heç neyi tuta bilmədim. Yəni ki, bilinmir ki, yəni biraz çətinlik çəkirlər də bəzən. O zaman mən tövsiyə eləyirəm ikinci B planına, belə deyim də, əl atmağı. Şəkilə baxıb nəyisə tapmaq A planıdır, amma B planında variantlara baxıb nələrsə tapmaqdır. Baxın, aşağıda bizim 5 dənə təklifimiz vardır, mülahizəmiz var ki, bunları əsasında bir dəyərləndirməliyik Sara müəllimə, düzdürmü? Bəli. Birinciyə baxaq, sizlə bərabər qərar verək ki, düzdür yoxsa yox. Ekran gedir, bir də qız istəyirəm, qoyun bir keçid eləyim, zəhmət olmasa. Mən o vaxta kimi özüm oxuyuram, elə eşidin siz. Bəli, zəhmət olmasa. Baxın, deyir ki, birinci bənd
Müəllimlər, siz də burada aktiv iştirak eləyə bilərsiniz təbii ki. Çoxsu artıq cavabı yazıb şərhlərdə görürəm. Müəllimələr, afərin. Çoxu düz tapıb. Deməli, baxın, deyir ki, inkişaf yönümlü mühitin təşkili uşaqların təhlükəsiz, sərbəst və yaş xüsusiyyətlərinə uyğun fəaliyyətini təmin etməlidir. Bəli, bu doğrudur. Düzdür, Natəvan müəllimə, doğru cavabı qeyd eləmisiniz. Baxın, burada biz nəyi fikir veririk? Deyirik ki, Gimnaz müəllimə, olar mən fikrimi deyim deyin buradan sizə. müəllimə, deyin. Axşamınız xeyir. Axşamınız Biz xeyir. ən birinci uşaqlarda nəyi götürürük? Hı hı. Sərbəst seçimi, təhlükəsizliyi. Aha. Ona görə yaş xüsusiyyətinə həm uyğun olur, həm uşaqların təhlükəsizliyini görürüksə variantın içində, mən Aha. həmişə bunu seçirəm. Ha. Çünki bağça məktəbə qədər müəssisəsi ən birinci uşaqların təhlükəsiz şəraitdə təmin eləməlidir də. Yəni Aha. o otaqdakı materiallara baxanda cavabların içində ən uyğun olan onlardır. Aha. Biz ona görə ayı götürmüşük çox Bəli. variant. Elə variantlardan seçmək olur. Çox vaxt şəkildə məsələn ilişirsinizsə, baxırsınızsa ki, nəsə başa çıxmır. Yəni varianta baxdıq, tez Bəli, özümüzü bəli. çıxartdıq vəziyyətdə. Aha, düz eləmisiniz. Hə, Baxın, çox sağ birincisi olun. əlbəttə ki, doğrudur da, inkişaf yönümlü mühitin xüsusiyyətləridir. Hı hı. Bəs ikincisinə baxaq. Oyun və İkinci təlim oyun və təlim materiallarının materiallarının mövcudluğu avtomatik olaraq inkişaf yönümlü mühitin formalaşdığını göstərir. İndi bu, əgər təkcə oyun və təlim materialı varsa otaqda, təhlükəsizlik Aha. təmin olunmayıbsa, mən deyə bilərəm ki, inkişaf yönümlü mühit formalaşıb. Axı burada təhlükəsizlik də var. Düzdür? Sərbəst seçim də var. Oyuncaq ola Bəli. bilər otaqda. Bəlkə oyuncağı elə hündürə qoyublar, heç uşağın əli çatmır, əl çatımlı deyil. Aha, düz. Ona görə avtomatik 2 ələnir. Cavab elə bil ki 1, 3, 5-dir. 1, 3, 5 Aha, variantı. bəli. İndi Fiziki 4-də nə mühit uşaqlarına səhvdir? 4-də nə səhvdir ona baxaq. Məktəbə qədər təhsil müəssisəsində əsas prioritet əsas vizual Vizual. dekorativ elementlərin çoxluğudur. Budur, yəni vizual dekorativ element nə qədər bərbəzək əşyası çox olsa, o deməkdir ki, otağım yaxşı otaqdır. bu uşağın gözü Yönümlü yorular. otaqdır. Deyil axı. Şərtlər var da, düzdürmü? Ona görə D Bəli. də ələnir burada. Belə sadə. Hı. Təşəkkür edirəm Sara müəllimə aktiv iştirak Tamam. üçün. Çox aktiv oldu. Yox, yaxşıdır. Niyə öyrənirik? Belə də olmalıdır. Sağ Sonra olun, təşəkkürlər. Natəvan müəllimə axşamınız xeyir olsun əzizim. Axşamınız xeyir olsun. 10-cu suala da sizlə baxaq. Məktəbə qədər təhsildə əqli hücum, tapmaca, şaxələndirmə kimi müasir təlim üsullarının tətbiqində əsas məqsəd nədir? Təlim prosesində intizamı sərtləşdirmək, xeyr. Uşaqlarda reproduktiv yaddaşı gücləndirmək, da yox, uşaqlarda öyrənmə fəallığını təmin etmək. Afərin, C bəndi. İndi öyrənmə fəallığı necə bir fəallıqdır müəllimə? Fiziki yoxsa idraki? İdraki fəallığı nəzərdə Nəyə görə tutulur və müəllimə? Məsələn, elə əqli hücumu götürək. Biz əqli hücum metodundan uşağı ilkin olaraq tutaq ki, bir məşğələ təşkil eləmişik. Məsələn, sadə riyazi təsəvvür məşğələsidir. Burada ilkin olaraq məşğələyə keçid eləmirik də, birbaşa məşğələnin adını deyib qeyd eləmək düzgün deyil. Əqli hücum eləməliyik ki, uşağın diqqətini özümüzə çəkək, həmin diqqətini toparlayaq ki, öyrənmə fəallığın daha sonra gedişatda daha çox təmin etmiş olaq. Motivasiya mərhələsinin, məşğələnin motivasiya mərhələsinin bəli. ən belə Əsasını aktiv təşkil üsullarından biridir də bu. Aha, Oldu, bəli. təşəkkür edirəm müəllimə, çox sağ olun. Buyurun. 11-ci sual da burada növbədə hansı müəlliməmizdir? Ziyafət müəllimə, axşamınız xeyir olsun. Ziyafət müəllimə, buradasınız? Bəli, buradayım. Axşamınız xeyir müəllimə. Axşamınız xeyir. Biraz bizdə problem oldu, üzrü sayın. Həm Sual hava oxuya şəraitinə bilirsiniz? əlaqədar, bəli, oxuya bilirəm. 11-ci sual. Aşağıdakı anlayışları müvafiq təminat sahələri ilə uyğunlaşdırın. Sağlamlıq imkanları məhdud uşaqların sərbəst hərəkəti üçün şərait 1. Texniki təlim vasitələri, 3-cü həyətyanı sahə, 4-cü uşaq bədii ədəbiyyatı. A variantı infrastruktur, bu sağlamlıq texniki təlim vasitələri sahə. 1-ə 3-dür müəllimə. İnfrastruktur 3 həyətyanı sahə deyib A variantında. 3-cü sualdayıq müəllimə, 11. Aha. 11 bəli. Aha. 1-də A-dır. Elə bir ki 3-də A variantıdır. 3-də. İnfrastruktur.
Sonra. Baxın, tələsməyin müəllimə. Baxın, Ha. sağlamlıq imkanları məhdud uşaqlar üçün sərbəst şərait nədir? Pandusdur da, düzdür? Bəli. Pandus hara daxil idi? Maddi texniki baza. Otaqdır, pandus. Xeyr, Nədir o? Avtomatik. infrastruktur. Ha, gözəl. Aha. Bu İnfrastruktur, bəli. Bir nə oldu? İnfrastruktur Bir müəllimə. A. A, bəli. Bunu tapdıq. Sonra Sonra texniki təlim vasitələri, bu tədris bazasıdır. aha, gözəl. İkidir. İkidə Burada həyətyanı sahə, maddi texniki baza, yox, bu 2-də bir A, 2-dir. 3 B variantı. Həyətyanı sahə, maddi texniki baza. həyətyan sahə qarşı bir deyəsən müəllimə. İnfrastruktur da o da müəllimə. İnfrastrukturdur bu da. Hə. Bu İnfrastruktur. qarşı. Kompüterlə çox işləyəndə adamın gözü qarışır. Bu variantı elə bil ki siz düz tapmısınız müəllimə. Variantı özüm Bəli. dəyişəcəm. Həyətyanı Bəli. sahə də infrastrukturdur. Bəli. Aha. Sonra ziyafət müəllimə. Metodiki təminat nədir? Metodiki təminat müəllimə uşağın bədii ədəbiyyatı. Daha doğrusu bu da bədii Bədii ədəbiyyat. ədəbiyyat, Aha. bəli. Bu da Uşaq- bizim tədris bazamıza aid. Bəli, 4D. Oldu müəllimə. Təşəkkür edirəm. Bu sualda biraz Oldu. yerləri qarışdırmışam. Onu düzəltdim. Müəllimə, bu gün bizdə həm hava şəraiti, həm də internet çox qoşula bilmədim. Gah telefondan, ya kompüterdən. Ona görə biraz üzr istəyirəm. Ümumiyyətlə dinləyə Dinləmişsən belə ki, işıq söndü, biraz belə çox pisdir bizdə hava şəraiti. Qəbələdə Qeydi izləyərsiniz əzizim. Qeydi Ha, izləyərsiniz. oldu müəllimə, Oldu, çox sağ olun. Təşəkkür edirəm. Sağ olun, sağ olun. Oldu. Sonra Müəllimə, olar mən cavab verim. Qonaqlar evdə ailəmi dağıdır uşaqlar. Dərsə də qulaq asa bilməmişəm. Əl qaldıranlar bitib elə keçirdim növbətlərə. Də qulaq asa bilmirəm, imkan vermirlər kameranı açam. Səsi. Yaxşı. Neçən sualdayıq mən oxuyum? Təhsil verənin uşaqların potensialını və maraqlarını nəzərə alaraq fəaliyyət qurması hansı pedaqoji yanaşmanı əks etdirir? Cavablar. Müəllim mərkəzli yanaşma, uşaq yönümlü, standart əsaslı qiymətləndirməni, nəticə yönümlü, tələb yönümlü. Aha. Biz demək sual verir ki, uşaqların potensial maraqlarını onda yəqin ki, B olar ki, uşaq yönümlü olmalıdır da. Biz də həmişə deyirik, uşaq mərkəzli olmalıdır, müəllim mərkəzli olmamalıdır. Bəs niyə Düzgündür. tələb yönümlü deyil müəllimə? Y variantı deyil. Bunu bir dənə əsas. Axı bizdə deyir təhsil verən uşaqların potensialını, uşağın fərdi marağını üzə çıxartmaqdır. Əsas onun təlimdə, yəni müəllim mərkəzli ola bilməz. Həmişə uşaq Dövlət yönümlü marağı olsaydı olmalıdır. hansı bənd olacaqdı? Cəmiyyətin marağı olsaydı? Tələbi yönümlü. Tələb yönümlü. Tələb yönümlü. Afərin. Bizdə Burada uşağın meyl uşaq marağı yönümlü həmişə gedir. götürür ki, əgər uşağın marağı varsa, o cavab varsa onu götürməliyik. Oldu müəllimə, təşəkkür edirəm. Siz sağ olun. Burada ardınca çoxlu situasiya sualları da var. Onlara da baxarsınız. İndi 13-cü sualdan kim qalıb müəllimələrimizdən? İştirak eləməyən, Ruxsarə müəllimə iştirak elədi. Sona müəllimə Abbaslı iştirak eləmisiniz müəllimə, yoxsa yox? Bəli, müəllimə iştirak eləmişəm, oxuya bilərəm. Görüm yerdə qalan Pərvanə müəllimə var, iştirak eləməyib bilirəm. Bəli, axşamınız xeyir Axşamınız xeyir müəllimə. müəllimə. Sizlə də 13-cü suala baxaq. Bir bağçada qrup otaqları fəaliyyət göstərsə də müəssisədə ayrıca tibb otağı, izolyator və metodik kabinet yoxdur. Uşaqlar xəstələndikdə müvəqqəti olaraq müəllim otağında saxlanılır. Verilən vəziyyətə daha çox hansı sahədə çatışmazlığı göstərir? Təlim nəticələrinin qiymətləndirilməsi, inkişaf sahələrinin planlaşdırılması, kurikulum tətbiqi mexanizmi, valideyn müəssisə əməkdaşlığı, maddi texniki bazanın təşkili. Təlim nəticələrinin inkişaf. Maddi texniki bazanın təşkili. Maddi texniki bazanın təşkili. Niyə görə müəllimə? Çünki tibb otağı yoxdur da, uşaqlar Tibb xəstələnir. otağı yoxdur da. Bəli, ev variantı. Bu sualda da kiçik bir dəyişiklik edəcəm. Bu sualı da təkmilləşdirəcəm. Oldu müəllimə, düz cavab verdiniz. Fəridə müəllimə, axşamınız xeyir. Burdasınız müəllimə? Axşamınız xeyir, bəli müəllimə, buradayam. 14-cü sual da sizlə baxaq. Məktəbə qədər təhsildə peşəkar təhsil verənlərin
mövqeyini əks etdirən burada bir dəqiqə müəllimə. Fikirləri seçin. Peşəkarlıq qüdrətlərlə bağlı sualdır. Müəllimin peşəkarlıq. Məktəbə qədər təhsildə bəli, peşəkar təhsil verənlərin mövqeyini əks etdirən fikirləri seçin. Birinci, təlim prosesini uşağın inkişaf ehtiyaclarına uyğun qurmaq, müxtəlif təlim üsullarından istifadə etmək, uşaqları nəticəyə görə müqayisə etmək, uşaqları inkişaf sahələri üzrə balanslı fəaliyyət təşkil etmək, təlim prosesində uşağın fəaliyyətini məhdudlaşdırmaq. Təlim prosesində uşaqların inkişaf ehtiyaclarına qurmaq, müxtəlif təlim üsullarından istifadə etmək. A bəndidir müəllimə. D variantı, D. Hansılardır 1-dən 2? Birə baxağın. Bəli, Təlim 1-lə. prosesi uşağın inkişaf ehtiyaclarına uyğun qurmaq. Bu aiddir də, düzdür? Bəs 2. Müxtəlif təlim üsullarından istifadə etməmək. Etməmək. Mən onu etməmək. Ona Səhv görə 2 oxudum. ola bilməz. 2-nin üstündən xərc. Yox, səhv o. Onun səhv oxu. Müəllimə, uşaqların nəticəyə görə müqayisə etmək, Diqqətlə oxuyun müəllimə, ona görə də. inkişaf sahələri üzrə balanslı fəaliyyət təşkil etmək, təlim prosesində uşağın məhdudlaşdırmaq. 1-lə 3-dür müəllim, uşaqları nəticəyə görə müqayisə etmək. 2, 3, 1, 2, 3, 1 bəndə. 1, 4, müəllimə, icazə verin, mən bir əlavə edeyim bura. Baxın, 3 niyə görə ola bilməz? Baxın, burada müqayisə var. Deyir ki, uşaqları onların nəticələrinə görə müqayisə etmək. Biz uşaqlara deyə bilərik ki, məsələn, deyək ki, bir dənə A adında uşaq var, bir dənə də B adında uşaq var. Biz B adındakı uşağa deyə bilərik, bax, A səndən daha yaxşıdır, daha ağıllıdır, tapşırıqları daha yaxşı yerinə yetirir. Onları bir-birinə müqayisə edə bilərik müəllimə. Məktəbə qədər təhsildə 2 dənə yol verilməz anlayış var, əsas. Biri müqayisədir, biri də rəqabət. Bunlar olmamalıdır. Əsla. Müqayisə etmək uşağa bullying eləmək deməkdir. Müqayisə etmək olmaz. Qətiyyən. Baxın, 4-cü varianta baxaq müəllimə. İnkişaf sahələri üzrə balanslı fəaliyyəti təşkil etmək. 4 inkişaf sahəsinin 4-ünə də uyğun uşağı yetişdirmək ola bilər? Bəli. Ona görə nə olacaq? 1-lə 4. Oldu hansı variantımız müəllimə? D variantı. D variantı. Aha. D variantı. Elşad yazılan müəlliməmiz Nəcibə müəllimə idi. Bəli, müəllimə, axşamınız xeyir. Axşamınız xeyir olsun müəllimə. Axşamınız xeyir. Gəlin sizə də baxağın 15-ci sualdayıq da. 15-ə baxağın. Aşağıdakılardan hansı məktəbə qədər təhsil müəssisəsinin infrastrukturuna aid edilmir? Sadə idman qurğuları, həyətyanı sahə, internet xidməti, masa üstü oyunlar, bərpa olunan enerji mənbəyi. Hansı? Evet. Həyətyanı sahə dedik ki, aiddir. B variantı çıxdı. Sadə idman qurğuları aiddir. Bəli. İnternet bəs necə müəllimə aiddir? Nəcibə müəllimə. Bəli. İnfrastruktura bu aiddir. Bəs bərpa olunan masaüstü oyunlar aid deyil. Masaüstü oyunlar aiddir. Masaüstü oyunlar bazaya aiddir. Tədris bazası. Bəli, tədris bazasına aiddir. Çünki öyrədici şeylər tədris bazasına aiddir. D variantı. Afərin. Təşəkkür edirəm. Aygün müəllimə, axşamınız xeyir olsun, Qurbanova. Gec qoşuldunuz, amma buradasınız. Bir sualda sizlə baxaq. Aygün müəllimə. Müəllimə, mən də qalmışam. Sadət müəllimə, siz də qalmışsınız, eləmi? Onda Sadət müəllimə 16-ya sizlə baxaq. Oxuyun müəllimə. Buyurun. 16. Məktəbə qədər təhsil müəssisələrində pedaqoji fəaliyyətə qəbul zamanı
əsas meyarlar hansılardır? Nizamnamənin uzun müddətli iş təcrübəsinə malik olması, valideynlərlə effektiv kommunikasiya qurmaq bacarığı, ixtisasa uyğun ailə və ya ali və ya orta ixtisas təhsilinə malik olması. Müəllim elə budur. C bəndi. Aha. Qəbul zamanı ixtisasa uyğun ali təhsil və orta ixtisas təhsilinə malik olmaq. Afərin Nəzmə, təşəkkür edirəm Sadiq müəllimə bu iştirak üçün. Sağ olun müəllimə. Elə bilirəm bütün müəllimələrimiz iştirak eləyib, bir dənə Aygün müəllimə qalıb. Aygün müəllimə buradasınızmı? Müəllimə desən daxil olub, amma nəsə başı qarışıqdır. Olsun, gələn səfər baxarıq. Müəllimə, buradayım, aça bilmirdim. Buradasın müəllimə, aça bilmirəm. Buradayım, aça bilmirdim, səhərdən nə qədər qarışdıram. 17-ci sualını sizlə baxaq müəllimə, hazır buradasınız. Təhsil verənin pedaqoji ustalığını əks etdirən nümunələri seçin. Təlim strategiyalarını uşaqların maraqlarına uyğun seçmək, fəaliyyət zamanı uşaqları idraki fəallığını dəstəkləmək, təlim prosesini müəllim mərkəzli qurmaq, inkişaf nəticələrini müşahidə əsasında izləmək, bütün fəaliyyətdə eyni metoddan istifadə etmək. Müəllimə, A bəndi olar da bu. Təlim strategiyaları uşaqların marağına uyğun seçmək, fəaliyyət zamanı uşaqların idraki fəallığını dəstəkləmək, təlim prosesini müəllim mərkəzli qurmaq. A variantı müəllimə. 1, 2, 3. Baxın, müəllim mərkəzli qurmaq nə deməkdir Aygün müəllimə? Yox. Variantları aşağıdakıları görmürük. Onu görməsək də olar da, əsas içindən düzləri seçək, ona sonra baxarıq. Birinci, ikinci, dördüncü. Burada düz variantımız var. Aha, düz variant. Müəllimə, 1, 2, bir də müşahidə nəticəsi əsasında izləmək, inkişaf nəticələrini. 4. 1, 2, 4. Təlim prosesini müəllim mərkəzli qura bilməz, uşaq mərkəzli qurmalıdır. Gözüm yaxşı seçmir müəllimə, ona görə təkrar bir də baxdım. Bütün fəaliyyətlərdə eyni metod ola bilər? Xeyr müəllimə, ola bilməz. Harada gördünüz ki, eyni metod və yaxud burada belə bir söz də yazıla bilər. Baxın, vahid metod. Baxın, vahid metod. Bu yanlışdır. Eyni metod, vahid metod qətiyyən qəbul olunmazdır. Çünki bizim bağçamızda, məsələn, deyək ki, qrupumuzda 15 uşaq var, ikinci körpələr qrupunda və yaxud 20 uşaq var böyük qrupda. O uşaqların hər birinin müxtəlif öyrənmə tərzləri olur. Müxtəlif öyrənmə tərzləri olduğuna görə, bu Gardner nəzəriyyəsinə görə bilirik ki, müxtəlif çoxnövlü zəka nəzəriyyəsi var da, hər uşağın zəkası fərqli növdədir. Biri vizual öyrənir, biri musiqi ritmik öyrənir, hərəsi bir cür öyrənir. Müxtəlif öyrənmə tərzləri olduğuna görə, müxtəlif zəka tərzləri olduğuna görə metodlar da mütləq şəkildə nə olmalıdır? Müxtəlif olmalıdır, fərqli olmalıdır. Bir yerdə bütün uşaqları biz nəzərə almalıyıq da. Bəs inklüzivliyi, inkişaf etdirici mühiti necə təşkil edərik, əgər hamısını nəzərə almasaq? Hamıya vahid metod tətbiq etmək olarmı? Fərqli uşaqlara eyni metod tətbiq etmək olarmı? Olmaz. Ona görə harda vahid metod sözünü görürsünüz, eyni metod sözünü görürsünüz, bilin ki, orada bir yanlışlıq 100% var. Yaxşımı müəllimlər? Bəli müəllimə. Oldu müəllimlər, gecəniz xeyirli qalsın. Elə bilirəm hamı artıq iştirak eləmişdir.